Bu günlərdə karvan gəlir Kərbəlaya çatmağa. Karvan gəlir Kərbəlaya tərəf. Hüseyn öz şəhadətinə yer seçir. Allah seçib o yeri. Bu elə bir yerdir ki, tarixin gedişatını, müqəddəratını bura təyin edəcək. Gərək bu çayın kənarı olsun. Hamı görəcək ki, Peyğəmbər balasını su kənarında susuz öldürdülər. Bunun təlli var, təpəsi var ki, o təpələrin arxasında qadınlar olacaq, xeymələr olacaq. Təbii bir divardır. Gəlir, çatır Kərbəlaya, deyir bu yerin adı nədir? Ağsaqqallardan biri gəlir, deyir Qadisiyyə, Şati'ül Furat, Neynəva. Bir də deyir ki, bura Kərbəla da deyirlər. Elə ki, Kərbəla sözünü eşidir, deyir, Əuzu billah minəl kərbi vəl bəla. Kərb və bəladan Allaha pənah aparıram, qəm qüssədən Allaha pənah aparıram. Oturur yerə, deyir, bura həmin o yerdir. Ah, Kərbəla. Ey Kərbəla, ey Kərbəla, səndə yatan qurbanlara canım fəda, canım fəda. Ey Kərbəla, ey Kərbəla, səndə yatan qurbanlara, səndə yatan canar fəda, səndə yatan qurbanlara canım, canım fəda. Mənli qəyrək, mənli qəyrək, Kərbəla şahi ey məhbub canım, altı cuşə qəbrün qibləyə iman, altı cuşə qəbrün qibləyə iman. İnni selmun limən saləməkum, inni hərbun limən. Ay maşallah bir də inni selmun limən saləməkum, inni hərbun zəbəkum. Əsselam, əsselam, ey şəhid Kərbəla, türbətün bizə şəfa, adı və fəda. Əsselam, əsselam, ey şəhid Kərbəla, türbətün bizə şəfa, adı və fəda. Denən əsselam, ey şəhid Kərbəla, türbətün bizə şəfa, adı və fəda. Bir də əsselam, ey şəhid, türbətün bizə şəfa.